Salam dostlar, bir nəsə maşın qıranına çarx nətər eləyir onu öyrədeyim. Deməli, birinci gəlirik bura. Videoya başlamamışdan qabaq kanalımıza abunə olub like atmayı unutmayın. Birinci gəlirik bura. Asandır əslində. Eləmək asandır, amma sadəcə nətər deyim, hissələrini tutuzdumu biraz çətindir. Gəlirik birinci belə bu maşını eləyim, çünki bu maşın biraz belə xarab imiş kimi görsənir. Belə, biraz belə. Böyle usadaq, bunu belə eləyək. Belə bunu max deyək dəqiqə. Rəngi biraz pis olduğundan tam başa düşülməz ola bilər, amma ona da ki bir şey eləyənmərik də. Bunu belə eləyək, belə. Maşınımızın indi bu tərəfini güya qırıq əmiş kimi eləyək. Buranı gətirdik. Sonra gəlirik bu yana. Buradan gəldik, bunu götürdük. Biraz balacalaşdırırıq, birazcık. Bunu belə gətiririk. Bunu belə qoyduq. Güya bunun bu qabaq tərəfi indi əyrilibdir, yəni vurulub eləyibdir. O məsələni göstərmək istəyirik oyunda. Bunu belə uzadırıq. Mən belə eləyəndə məncə qəşəng görsənir. Yəni çünki özünə görən bu dəqiqə burada qəşəng video dayanır. Belə eləyirik. Sonra görmə ayağını. Bir yana gəldik, buradan indi bunu balacalaşdırırıq. Sonra bunu belə gətirdik. Uzun aradan sonra da yenə video atıram. Bu da öyrətmə videosudur. Bunu belə ərdirik. Sonra belə. Belə. Bunu belə çox qaraldırıb. Sonra bu belə görsənir. Sonra gəldik bunun belə bu hissəsinə. Bu hissəni belə eləyirik. Birazcık bunu belə uzat. Sonra biraz da maskaya da oxşadı, amma nəyəsə. Maska eləməyə bilməyə belə elədik də hava olsun bizə. Bunu belə qoyuruq. İndi bəxşi bu yuxarıdakı bu. Dəqiqə budur. Yox, bu deyil. Bu balacanı, bu balaca çubuşu gətiririk bu yana. Bunu bu tərəfə belə nətər belə fırladıq. Aha, bu belə fırlatdıq. Bunu belə gətirdik. Bunu belə əyildik. Sonra bunu belə elədik. Sonra bura gəldik bu tərəfə. Niyə bu tərəfə dəyəncək? Ha, bura. Bura gəldik buradan. Bu rəngi sarı eləyə bilsək, yaxşı olayaq, sarı. Narıncı elədik. İndi güya bunu belə bantlayırıq da bura. Belə skoçlamışıq güya bura. Belə elədik. Buradan belə bantlamışıq bunu bura. Kameranı bu yana aparım. Biraz əyrildik. İndi yuxarıdakını altdakını belə bura gətirib. Bunu daha kopyalayırıq, bunu gətiririk belə. Daha fısıyor. Bunu da belə elədik. Sonra maşınımızın nə deyək? Qırağına çarx kimi bir şey eləmək istəyirik. Gəlib bu yana. Bir dəqiqə. Bunu klika. Biraz yerlərini tapmaq. Mənim biraz qəribə gəlir, amma tapdıqdan sonra asan olur. Bunu belə gətiririk, belə. Uzadırıq. Bunu biraz belə qaraldırıq. Qaraldırıq. Sonra bunu belə eləyib bir dənə içinə ağ əlavə edirik, amma ağı yox, dəqiqdən. Bunu biraz genləşdirək. Hə, belə eləyib bunu güya nə oldu ya buna? Ha, heç. Sən görmə. Buna nə oldu? Neyse. Deyəm dəqiqə. Əlim sürüşü nəsə oldu. Bir də başdan yoxlayaq. Bunu belə eləyək. Bunu belə qoyuruq. Videoda biraz tələsiyəm. Burada bir işim var. Yəni işim var, yəni videonu çatdırmalıyam. Onu çöpələyəm. Bu niyə qəbul eləmir ki?
Hə, şükür. Əlimdə fikir var. Yox aparırmışım. Ha, tamam. Bunu belə indi buradan belə götürürük. Belə qoyub maşınınıza kart effekti eləyə bilərsiniz. Ya qapısı belə gizləyir. Belə. Hansısa bir dostumuz gəlib bunun bu qapısını belə gizləyir. Sonra nə bilim, qabaq kaputuna gətirib bunu belə qoyub. Biraz eləməz asan, sadəcə mən biraz tələsirəm deyə bu videonu düzəldim qoyum. Ona görə biraz pis olur ya. Belə məsələn. Sonra nə bilim maşın bu yanına. Ha, indi bunlara öyrətdik. İndi maşına toz effekti eləməyik. Bu toz effektini yuxarıda tavanda göstərək. Ama bu toz effektini tavandan sonra sileyim. Deməli gəldik bura. Bunu bura götür. Bak bunu biraz şey edirik, aşağı edirik. Rəngini. Aşağı edirik. Sonra buradan gəlib buradan bunu götürdük. Bunu qara edirik. Full mat edirik. Sonra bunu biraz belə toxundururuq. Belə qıraqdan toxunuşlar edirik ki toz olsun. Toz olsun bunu silirik. Toz olsun şimdi bunu silirik. Aynen çıkan böyle bu üstünde de böyle görseniz. Toz sistemimiz böyle görseniz. Aslında video oldu. Əslində olmadı. Kimi dəyişdim. Gördüğünüz kimi cızıqlarımız belə oldu. Qabaq bu hissəni də belə elədik. Belə o görsənir. Nəysə dostlar, videomuz bu qədər. Bu videoda da ki cızığı öyrətdik. Toz effekti nətər olunur onu öyrətdik. Bir də ki bu qrafdakı haraf hissəsini, skoç hissəsini öyrətdik. Nəysə video like atıb abunə olmayı unutmayın. Sağ olun, salamat qalın. Akşam da bilmirəm canlı açdım açmadım.